Abşeron rayonu ərazisində 2000-ci il təvəllüdlü Şahmar qeyri-rəsmi münasibətdə olduğu Zahidəyə xəsarət yetirib. Hadisə bu ilin yanvarın 7-sində Xırdalan şəhərində Quşluq yaşayış massivində baş verib. Məlumata görə cütlük qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Onların 2024-cü il təvəllüdlü az yaşlı övladı da var. Hadisə günü Şahmar övladının ona məxsus mobil telefonu götürməsindən əsəbləşərək uşağın üstünə qışqırıb. Bu zaman Zahidənin etiraz etməsi tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı kişi qadına hücum edərək ona əl və təpik zərbələri endirib. Zərbələrin təsirindən qadın yerə yıxılıb. Daha sonra da döyülməyə davam edib. Bəlkə Şahmar ifadəsində bildirib ki, hadisə zamanı əsəb olub. Daha sonra uşağın ağlaması səbəbindən kənara çəkilərək onu sakitləşdirib. Təxminən 20 dəqiqə sonra evə qayıtdıqda isə Zahidənin getdiyini görüb. Hadisə ilə bağlı ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə zamanı tərəflərin barışması, zərərin ödənilməsi və zərərçəkmişin şikayətçi olmaması nəzərə alınaraq Abşeron rayon məhkəməsi tərəfindən Şahmar cinayət məsuliyyətindən azad edilib və işə xitam verilib.